Saat 8'in yarısıdır. Yüzməyə gedirəm yenə. Keçən dəfə biraz tez getmişdim. Tez getdim, gördüm. Həqiqətən mən elə fikirləşdim, bəlkə tez getsəm daha az adam olar, amma elə deyilmiş. Ən idealı elə 8-də getməkdir. Çünki həftə içi, məsələn bu gün cümə günüdür də. Həftə içi işləyirdi ya insanlar. Çoxu səhər tezdən gedirlər ki, işə elə bil ki, üzüb daha sonra işə getsinlər. Ki, gedib işə çatsınlar. Ona görə adətən 8-də gedəndə ən az vaxta düşürsən. Çünki o vaxtda artıq insanlar işinə doğru gedirlər və ya işdə olurlar. Ona görə yəqin ki, həftə içi bundan sonra tez çıxmaram. Yəni tez çıxmağın elə bir adı da məncə yoxdur. Bu gün yenə başım ağrıyır. Ümumiyyətlə düzənə girə bilmirəm. Düzənə girə bilmirəm. Yəni konkret artıq özümə bir şey qurmalıyam, qrafik qurmalıyam. Yatma, durma vaxtımı falan ayarlamalıyam. Çünki belə olmur. Yəni 4 saat, 5 saat elə olur yatıram. Elə olur heç onu da yatmıram. Onsuz da yayda mən çox yata bilmirəm. Məsələn qışda mən neyinir bu? Qışda məsələn mən yatanda demək olar ki, bir də səhər nə vaxt oyanmalıyamsa o vaxt oyanıram. Amma yayda yox. Yayda mən bəlkə 50 dəfə oyanıram. Yayda yata bilmirəm. Bilmirəm nədəndir. Yəni kondisionerlə də yatsam, istidən də deyil ki, deyim ki, hə, hava isti olur ona görədir, bilmirəm niyə. Yayda yata bilmirəm çox. Yəni kondisioner belə qoysam yenə də oyanıram. Elə bəlkə də o kondisioner deyə mənim başım ağrıdan. O da ola bilər. Buradan gözləyə keçsinlər. Kondisionersiz də yatmaq da olmur. Kondisionerlə də yatmaq olmur. Qalırsan belə. Özdə məndə baş ağrıyanda həmişə bir tərəfli ağrıyır. Ya sağ tərəfim ağrıyır, ya sol tərəfim, beynimin. Sizdə bilmirəm necədir. Mən soruşmuşam da, məsələn, baş ağrıyan adamdan. Mənim kimi çox adam yoxdur, yəni. Normalda yəni bir tərəfli ağrımır çoxunda. Məndə amma 99% yəni ki, baş ağrısı bir tərəfli əziyyət çəkirəm. Onsuz da öyrəşmişəm başımın ağrısına. Yəni xroniki deyirik ya, xroniki ağrıyır deyə vərdişəm. Amma yenə də adamın günün qara eləyir də. Bütün adamın necə deyirlər, səhər durursan, biri var enerjili bir şəkildə, bir də var baş ağrıyan bir şəkildə. Yəni nə qədər də öyrəşsən, bir də diş ağrısı çox əclaf bir şeydir. Diş ağrıyan adam bilir. Baş ağrısını bir təhər dözmək olur. Diş ağrısı çox əclaf bir şeydir. Yaxşı ki, şükür Allah, dişlərimdə uzun müddətli problem yoxdur. Normalda, yəni vaxtında qulluq eləyirəm. Əsas dişin düşməni şəkərdir, şəkərli şeylərdir. Məsələn, şəkərli qidalansanız və dişinizi yusaz belə, dişdə problem çıxma ehtimalı yenə də aktiv qalır. Amma şəkər yeməsəz və dişinizi də ya heç yumasaz, ya da çox az hallarda məsəl üçün də dişinizi yusaz, yenə də eyni riski daşıyırsınız da. Yəni şəkər o qədər təhlükəli bir şeydir diş üçün. Yəni söhbət təbii ki, burada meyvənin içindəki şəkərdən getmir. Marketlərdə o süni qidaların içində olan şəkərdən gedir. Həmin o şəkər birbaşa həm bədənin düşmənidir, həm də dişlərin. Yəni maksimum nə qədər uzaq qala bilirsinizsə şəkərli qidalardan, o qədər uzaq qalın. Bədən onsuz da özü şəkərə olan ehtiyacını qarşılamaq üçün özü şəkər hazırlayırmı deyim, nə deyim, bilmirəm indi o şeyini. Mən uzun müddətdir ki, maksimum az şəkər yeyirəm. Hə, heç mi yemirəm? Yox, yeyirəm, amma maksimum, yəni minimum cümləyə bax. Maksimum, yəni minimumda saxlayıram şəkər tüketimini. Ümumiyyətlə, nə qədər ümumiyyətlə deyirəm mən. Söz gərək tərcidim. Şəkərdir, bir də çörəkdir. Demək olar ki, yemirəm. Kola falan istəyirəm, onda da zero alıram. Zero bilirsinizdə şəkərsizdir. Hər bir halda o da ziyandır, amma içində şəkər olmadığına görə ən azından şəkər qəbul eləmirsən. Pepsi içirəm normalda, onda zerosunu içirəm. Yəni ən azından əgər bu şəkərdən xilas olmaq mümkün deyilsə, çalışın, heç olmasa idman eləyin. Aerobik idman, yüngül aerobik idman eləyin ki, o əridəsiz onu. Yəni söhbət trenajördən getmir. Trenajördə siz qantel qaldırırsınız, ağırlıqla işləyirsinizsə, bu o qədər də yenə də heç bir xeyir olmayacaq. Söhbət gedir qaçmaqdan, söhbət gedir üzməkdən, söhbət gedir velosiped sürməkdən və belə şeylər. Bədəndəki o yağları əridir. Təbii ki, ikisini də eləsəz daha yaxşı olar. Yəni həm şəkərdən uzaq olub, həm idmanla məşğul olsaz. Amma yəni heç olmasa bilirəm ki, çox çətin bir şeydir, yəni şəkərdən uzaq olmaq. Çünki bu gün dünyanı elə qurublar ki də hazırdakı, yəni nə qədər də desən ki, mən şəkər yeməyəcəm, bu çox çətindir, xüsusilə şəhər yerində. Yəni çünki marketdə sən girdiyin zaman o reyondakı məhsulların hamısında şəkər var, yəni hamısında olmasa da
yalan olmasın, bəlkə bir 60-70%-də ki, böyük rəqəmdir təbii ki, var. Yəni bu dəqiqə hər şeyə şəkər vururlar, hər şeyə. Və şəkər də asılılıq yaradıcı bir şeydir. Yəni narkotik vasitə kimi o da beyinlə bağlı birbaşa asılılıq yaradır. Ona görə təbii ki, ilk başda çətindir tərk etmək şəkəri. Çünki bədən onu ayda mən düz gəlmədim. Neysə, aşağıdan dönəriyib yox. Çünki ilk başda bədən onu istəyəcək. Çünki asılılıq yaratmışsınız da bədəndə, illərlə uşaqlığımızdan biz yeyirik o şəkəri. Adi bir qənd belə, yəni o da şəkərdir. Ömrünün böyük əksəriyyətini bu şəkərlə yaşayıb və ona asılı vəziyyətə gəlib. İndi bir gecənin içində təbii ki, tərk etmək olmayacaq. Amma ən azından azalda da. Biri var, heç bir tədbir görməyəsən, bir də var ən azından azaldasan. Ən azından azalda bilərik də. Bəlkə də verdiyim ən yaxşı qərardır ki, həyatımda ki, mən şəkəri tərk etdim. Bugün də yenə çoxlu danışdıq, boşboğazlıq elədik. Amma sizlə danışanda biraz vaxtım keçir, ürəyim sıxılmır yolda. Amma indi nə qədər vaxta gəldik, çatdıq, hardasa bir 20 dəqiqəyə gəldik, 15-20 dəqiqəyə. Bu 20 dəqiqə bir var yolda sıxıla gələsən, bir də var ki, söhbət eləyəsən sizinlə. Bu kanalda bu boşboğazı açmaqda məqsədim də budur ki, burada çox izlənin və yaxud da ki, 100 minlərlə izləyici izləsin, yox. İnanın ki, heç marağımda da deyil. Yəni əsas odur ki, 5-10 nəfər də olsa mənə bəsdir ki, yol gedəndə nəsə bir söhbət eləyəndə bilim ki, qarşımda kimsə məni dinləyir. Videolarım ortalama 100 izlənir hazırda. O 100 nəfər mən ən azından bilirəm ki, o başını ağrıtdığım 100 nəfər var və onlarla mənim üçün yol daha maraqlı keçir. Belə. Bu qədər dostlar. İnşallah imkan olsa, qismət olsa növbəti videoda, növbəti boşboğazda görüşərik. Sağ olun.